Birinci hissə ilə ikinci hissəni müqayisə etsək, ikinci hissə daha dinamik keçdi. Düzdür, buraxılmış qol var idi. Komanda həvəsli idi qol vurmağa və həmən o gözlənilən qol da vuruldu. Sadəcə olaraq təəssüflər olsun ki, o qolun davamı gəlmədi. Dinamik oyun keçsə də belə, komandada müəyyən bir ruh düşkünlüyü, yəni gözə çarpan dərəcədədir. İnşallah ki, növbəti oyunlarda daha yaxşı olar. Amma düşünürəm 10 nəfərlə, Zirə ilə olan heç-heçəmiz, yəni o qələbəyə yazılsa da bu heç-heçəmizi mən məğlubiyyətimizə yazarım. İlk öncə onu qeyd edeyim ki, Araz Naxçıvan bəlkə də oyun baxımından, heyət baxımından bizim komandaya ən tərs gələn komandalardan biridir. Əslində bu nəticəni mən gözləyirdim. İkinci hissənin son 15 dəqiqəsində komanda daha yaxşı oyun nümayiş elətdirdi. Ümid edirik bu oyunu bütün sezona yayarlar. Yəni sadəcə ikinci hissənin 15 dəqiqəsində oynamazlar. Hər bir halda bir xal yenə də yaxşıdır. Əsas məsələ çempionluq uğrunda mübarizədə əsas məsələ oynanılmayan oyunlardan qazanılan xallar. Oyunla bağlı ilkin olaraq fikrim odur ki, birinci komandada fazalar arasında bağ yoxdur. Bu komandanın mən bir azarkeş kimi gördüyüm ən böyük çatışmamazlıqlardan biridir. Bugünkü oyuna qalxdıqsa, bugünkü oyunda yenə o problemlərdən qaynaqlanan oyun nəticəsi var idi. Düzdür, heçsə hardasa səfər oyununa görə hardasa normal nəticə ola bilər, amma biz azarkeş olaraq biz bu nəticə ilə qayna olmuruq. Çatışmayan hissələr komandada yenə ruh düşkünlüyü var, amma inşallah ki, komandada bu problemlər aradan qalxar. Bizim azarkeş olaraq da, Zeyhonası olaraq da gözləyimiz komandadan ən gözəl performansdır. Komanda ümumi oyunla bağlı mən nəticə ilə razıyam. Çünki 1-1'lik bir nəticə özü səfərdə çox əla bir nəticədir. Çünki qarşımızda çox çətin oyunlar var. Buna baxmayaraq hər oyuna təbii ki, qələbə ilə başlayırıq, qələbə niyyəti ilə gəlirik. Amma şans və hər hansı bir stadionda olan hər hansı bir problemlər üzündən top buraxmağımız da normal bir şeylərdir. Bunu düşünərək oynayırıq. Ən əsas odur ki, yəni oynayırıq, mübarizə aparırıq. 90 dəqiqə mübarizə aparmaq bir komanda üçün ən vacib olan şeydir. Yəni 90 dəqiqə oynaya bilirsə biz əladır. Amma ilk başlarda oyun başlayarkən zəif oynamağımız o biraz problem yaradır. Onun öhdəsindən gəlmək lazımdır zamanla. Yəni o mümkün olan bir nəticədir. Başqa da ki, belə komandaya uğurlar arzulayıram. İnşallah bundan sonra daha yaxşı nəticələr əldə edərik. Əvvəlcədən bilirdik ki, yəni Arazda oyun çətin olacaq, amma ümidimiz qələbə idi. Təəssüf ki, istədiyimiz olmadı. Bir xala heyslənirəm, çünki mütləq oyun ki, Arazı dumalıydıq. Növbəti oyunlarda komandamıza uğurlar.